Maşallah bəy, kitab hədiyyənizi zəhmət olmasa. Zahir müəllimdən. Məni axtaranda tapmağa nə var? Dərdimin dalınca daldalanmışam deyən şair bəzən şairlikdən əl çəkmək istəyir. Aylı gecələrin birində qapılarındakı gülün yanına qaçıb, hönkürür. And içib ki, bir daha şeir yazmayacam. Amma şeirlə vidalaşa bilmişdimi? Vidalaşa bilmədi. Əhməd Cavadın həmyerlisi, milli və üsyankar ruhlu bir şair. Hələ də ölməyəcəm. Ölsəm də ölüm canın sağ olsun. İşqi ilə yazıb yaratmaqdadır. Şairin mənə də hədiyyəsi var. Şairin hədiyyəsi nə ola bilər? Onun kitabı, şeirləri. Şahsenini Nərgiz xanım sanki, özü də solmayan Nərgiz, ama böyle bir Nərgiz deyil. Çox sağ olun. Qarşınızda çıxış edir. Nəzahir Məmon qeyd edim ki, böyük oxucularınız kütlələri arasında az yaşlı oxucularınız da var. Belə ki, Qasımanlılar, Çaparlı kənd kitabxana filanın fəal oxucuları, Vəfa, Ayan, Nadim. Buyurun uşaqlar. Qan süzülən səhəri ilə, sevinci ilə, qəhəri ilə, sərhədi ilə, çəpəri ilə, dünya bizə tanışdır. Nadanların göz yaşıyla, çirkinlərin qəmzəsi ilə, keçər həmzəsi ilə, dünya bizə tanışdır. Güneş kimin nur oduyla, ulduz qor oduyla, atam dədə qorquduyla, dünya bizə tanışdır. Göylə işıq yazılır, köksünə atom qısılır, taleyi tükdən asılır, dünya bizə tanışdır. Gəlinciyi saçında darak edib əlini, şeytandır yaxşı bilir o şeytanın dilini. Bu evdə hamıdan çox nənəsini tanıyır, parmağını uzadıb saçlarını sanayır. Hamıya iştah verir, hamıya izah verir, hamıya pay uzadır. Alın təbəssümündən yorğunluğum əriyir, bir addım atmağa dörd ayaqlı yeriyir. Uşaqlar, bu şeirlər də Məzahir Hüseynzadə yaradıcılıq şeirləridir. Zəhmət olmasa kitab hədiyyələrinizi də götürün. Gözəl bir musiqi ilə davam elətdirək. Vüqar Əliyev, Tələsin insanlar. Onsuz da hamı tələsir Vüqar.
yaşamana tələsir insanlar, əldən tutmana tələsir ömür edir şən yaşamana. Mən Məzahir müəllim, təbrik edirəm. Məzahir müəllim, sizə uzun ömür, can sağlığı arzu edirəm. Çox sağ olun, Vüqar müəllim. Əyib göyə başımı mən, atıb ömrə daşımı mən. Göyərsiniz yaşımı mən, yetirib yüzə gedəcəyəm. Məzahir müəllim, bəlkə ürək sözlərinizi izləyicilərinizlə, tamaşaçılarınızla bölüşəsiniz. Yekunlaşırıq, bəli, son nöqtələrimizdir. Axırıncı tədbir olmasın, axırıncı tədbir olsun. Bunu da birgə mədəniyyət müəssisələri adından başda Şənkira mərkəzləşdirilmiş kitabxana sistemi olmaqla tamaşaçının hədiyyəsi nə ola bilər? Alqışlar, güllər, çiçəklər. Nərgiz xanım konkret yaşdadır, 100 yaşı. Ümumiyyətlə, mən heç vaxt bunu qəbul edə. Çünki 99 olundan sonra gözləyəcəksən ki, gün sabah gəlir. Bu gün sabah bu üzerine diri öləcək adamlarımız. Ona görə də uzun ömür, can sağlığı nə var da. Amma Allah verin ömrü ləyaqətlə insan kimi yaşamaq lazımdır. Yəni, yalancılıq, fırıldaqlar, ikiyüzlülük, bütün qeyri-insan hisslərdən uzaq olub yaşamaq, dünyada milyon il yaşamaq deməkdir. Hər gündə heç olmasa hər bir adam, hər gündə bir yaxşılıq verməlidir kiməsə. Hər gündə təsəvvür edin, bir yaxşılıq verəsəniz,
bir ildə 365 dəfə yaxşılıq eləmiş olsun. Bu nə deməkdir? Yer kürəmiz balaca bir kürədir, 8 milyard əhalisinə yaxınlaşırız artıq. Bu əhali, dünya birdir, təkdir, yer kürəsi. Amma hər birimizin ürəyimiz bir yer kürəsidir. Hər bir insan burada oturanların sinəsində döyünən ürək bir yer kürəsidir. Deməli, yer kürəsi bir dənə deyil, yer kürəsi 8 milyard dənədir. Ona görə də bu yer kürəsini sevmək lazımdır, torpağı sevmək lazımdır, vətəni sevmək lazımdır. Bilirsiniz, son ümumiyyətlə 5000 ilin ərzində tək bəşəriyyətdə 147-ci dəfə müharibə olunur. Həmişə müharibələr olmuşdur. Nə uğrunda? Torpaq uğrunda. Ona görə də torpağı sevmək lazımdır, torpaq uğrunda can qoyanları sevmək lazımdır. Şəhid qanı torpağa ağırsa, o torpaq olur. Adi su ağırsa, palçıq olur. Amma şəhid qanı torpağa axanda, o vətən olur. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirlərinin nurladı olsun. Bugün bu yığıncaq da bütün bizim Gülərindən gəlməyimiz də, sevməyimiz də, çalmağımız da, oxumağımız da hamısı şəhidlərin hesabınadır. Şəhidlərin qanları bahasınadır. Ona görə də əksər ölkələrdə fikir verirsiniz, bayraqlarda qırmızı rəng var. Bütün ölkələrdə, əksəriyyətində deyirəm, bu qırmızı rəng nədir? Bu qırmızı rəng qan rəngidir. Yəni biz torpağı qanımızla qoruyacağıq. Adətən deyirlər ki, vətən uğruna ölməyə hazırım. Bu da mənim xoşuma gəlmir. Vətən uğruna ölmək nədir? Vətən uğruna döyüşməyə, vuruşmağa hazırım. Öldürməyə hazırım. Ölmək nədir? Yəni bu şəhidlər ölmürlər. Dünyalarını dəyişmək deyirlər. Bu da yaxşı sözdür, dünyanı dəyişmək. Dünya algı deyir ki, dünyanın dəyişəsində o biri dünya keçirsə, sonra o biri dünya keçirsə. Dünya dünyadır, dünyanı dəyişmək mümkündür. Ölmək var. Həyatdan getmək var. Tutardım. Nəhayət, mən Türklər dersən, qız qardaş deyirlər qadınlara, dersən, elə mi deyirlər? Bütün burada oturanların əksəriyyəti qadınlar, qız qardaşlarımızdır, kişilər də kişidir. Amma bir şey deyim ki, Azərbaycan xalqının indi 8 milyard əhalisinin, 10 milyon əhalisinin 10 milyon əl var, igidi var. Qadınlı, kişili daxili yoxdur. Hamı kişi yerində bu saat. Çünki vətənimiz çətin gündəydi, düzdür. Çevririk, torpağımız qaytarıldı. Şəhidlərin hesabına, komandanlığın hesabına qaytarıldı. Amma bu torpağı qaytarmaq çətin olsa da qorumaq daha çətindir. Ona görə də torpağı qorumaq lazımdır, vacibdir. Və bazı bir şeir deyəcəm, vaxtınızı almayacağım. Çünki məclis nə qədər, tədbir nə qədər çox olanda, o qədər də səs-küy artır. Ona görə də biraz qısa eləyirəm. Bazı bir şeir demək istəyirəm. İştahıdır parçalayan, canavarın dişi deyil. Ürəkləri nə biləsən, əllərimin içi deyil. Zülmətlərdə işıq görmək, mərd-mərdanə ömür sürmək, üzbəsifət cəngə girmək, gədə-güdə işi deyil. Ovxarlanan bıçaq çoxdur, dildən zəif qoçaq çoxdur. Nə olsun ki, papaq çoxdur, hər papaqlı kişi deyil. Hamınızı öpürəm, bağırma var. Çox sağ olun. Son bir şairimiz var, o da küçücük bir şeiriyle size hediye vermək istəyir. Sirxan müəllim, buyurun, kısaca yekunlaşdıraq. Və sonda Vüqar Qurbanov iştirak edəcək. Hüseynzadə yubileyində olanlara salam olsun. Arif olub işarədən qananlara salam olsun. Zalimə min zülmətli, məzlumə xoş səxavətli, şir ürəkli, qurt qeyrətli insanlara salam olsun. Sirxan çoxdur dizə döyən, övlad dərdi qəddinə yən, şəhid balam laylay deyən analara salam olsun. Hörmətli, dəyərli, gözəl bu tədbir iştirakçıları,
Çox vaxtınızı almaq istəmirəm. Mən Məzahir müəllim haqda danışmaq böyük bir hekayədir, böyük bir nətər deyərlər, bir arxivdir. Mən onu bilirəm ki, Məzahir müəllim 50 yaşını bilmirəm, aprel ayı idi, may ayı idi, bizdə keçirib. Mən lap cavan gənc idim. İntervə götürməyə gəlmişdilər, çox dəyərli, şəxsiyyətli insan. Allah rəhmət eləsin. İskəndərov Qurbanla və İlham müəllimlə, ondan bizim yenə bir gözəl ziyalımız, elimizdən, obamızdan gedən Nofər Allah verdiyiv. Mənim zəhməti var mənim üstümdə Məzahir müəllimin. Yenə ürək maraq seçir. Omaq şiir qələm deyə. O qız qəsrə elə keçir, ölməsəm də ölüm deyə. Saçlarıma gümüş gəlir, bu dərd mənə gülüş gəlir. Gör başıma nə iş gəlir, qara telim, küləm deyə. Ay Məzahir, ömür axır, nə əvvəldir, nə də axır, güzgüdən bir qoca baxır. Öz-özümə güləm deyə. Eşq olsun Məzahir müəllim, siz qocalmıyorsunuz. Ya Bismillah, ya Bismillah, ərşi qurşu qurub yaradan xudam. Adil olan, qadir olan, Ər-Rəhman xudam. Bəxş eylədin kainata 18 bin aləmi, nəfəs verdin, zəka verdin, fərqləndin insan xudam. Aya günə qərar qoydun, gecə gündüzlə yarı. Bəyan etdin asimana sarışan ulduzları. Midmarı mismar eylədin, yoxdan yarattın onları. Yusif'i zindandan aldın, ahunu dardan xudam. Min hikmətdir, min mənadır 99 hər adın. İnsi sənin, cinsi sənin yaratmısan. Yox, yadın. Min sayılı borçlar edər, yetişdə təkimdadın. Çox şükündür cəlalına, min kərə əhsan xudam. Kafir görüb doğru yola, etsə sana itayət. Qəlbinə iman saçansan, yollarına hidayət. Nəbi imam hamısı bəndə verdi, etdi sana ibadət. Açıb cənnət qapısını, etdin rizman xudam. Sırxan yazdı bu sözləri, salan salsın yaddaşa. Fərman səndən gəlməz olsa, ömür vurulmaz başa. İbrahimin xəncərinin ağzını çəkdin daşa. Xilas etdin İsmail'i, göndərdin qurban xudam. Xuda hər birimizə kömək olsun. Xudam böyük üstadımıza kömək olsun. Çox sağ olun Sürxan müəllim. Çox sağ olun Sürxan müəllim. Təşəkkürlərim var. Şəmkir rayon mərkəzləşdirilmiş kitabxana sistemi, Şəmkir rayon Əhməd Cavan adına mədəniyyət evi, Namiq Məmmədov rəhbərliyi altında gözəl ansambl, gözəl səhnə ifaçılarımız, gələn izləyicilərimiz, qonaqlarımız, ayaqlarınız, qollarınız var olsun. Axırıncı tədbirlərdə görüşənədək Vüqar Qurbanov, mən sənsiz yaşaya bilmərəm daha. Sensiz geçirdiğim ömür gün değil, payızı vurmalı
çatmır, rahatlıq tapmağa yuvamda çatmır.